Amerika tarixində ilk dəfə olaraq yanvar ayında işinə başlayacaq qanunvericilik orqanında müxtəliflik müşahidə edilir. Etnik, seksual orientasiya və din bariyerləri artıq problem deyil. 200 demokrat qanunverici arasında qadınlar və azlıqlar ağdərili kişilərə üstün gəlir. Qanunvericilik əlil arabasında. Tammy Duckworth ayaqlarını İraqda vertolyotun vurulması səbəbilə itirib. O, Taylandda doğulan qadın müharibə veteranı kimi ilk qanunvericidir. Amerika Konqresinin hazırki siması heç vaxt görünməmiş bir rəngarəngliyə malikdir. Bu həqiqətən əladır. Bu bizim millətimizi təmsil edir, onu gücləndirir. Belə ki, hamımız fərqli köklərdən gəlirik. Tulsi Gabbard Havaydandır. O, Konqresin ilk hindli nümayəndəsidir. Sean Chaloni isə homoseksuallığını gizlətməyən nümayəndədir. İndi səsləri eşidilməyənlər prosesə cəlb edilir. Bu yaxşı bir haldır. Bu Amerika hekayəsidir, elə deyilmi? Amerikanın təməlini ağlar qoyub. İndi isə nümayəndələr palatasında heteroseksuallar azlıq təşkil edir. Vaxt dəyişib. Bu, Cato İnstitutunun əməkdaşı John Samplinsin fikridir. Bu işə düşən yeni bir prosesdir. Ölkə dəyişir, demografiya dəyişir, siyasət dəyişir. Millət vəkilləri arasında dəyişməz qüvvə respublikaçılardır. Respublikaçı nümayəndə Roger William bunun əsas məqsəd olduğunu deyir. Hamımız eyni yerdən olmasaq da eyni mövqedəyik. Lakin eyni mövqe qanunvericilərin prioritetlərə malik olması demək deyil. Belə ki, onların təmsil etdikləri dairələrin siması dəyişib. Ekspertlərin təxminlərinə görə qanunvericilərin qəbul edəcəyi qanunlar Amerikanın yeni simasına əsaslanacaq. Vaşinqtondan Sevda Əliyeva, Amerikanın səsi.